Çocuklar, bugünkü dersimizdə blok ayrı müstəviyə aid sualların izahına baxacağıq. Birinci sualımızdan başlayaq. Blokdan asılmış yük tarazlıqdadır. Dinamometrin göstərişinə əsasən yükün kütləsini hesablayın. Biz baxırıq ki, dinamometrin göstərişi hal-hazırda 8 Newtonu göstərir və bu tərpənən blokdur. Tərpənən blokda bizim F-imiz mg bölünsün 2-yə bərabərdir. Onda mg bərabər olacaq 2F-ə. O da bərabərdir 2 vurulsun 8 eləcək 16. Onda kütləmiz olacaq 1,6 kiloqram. Doğru cavabımız A variantıdır. Növbəti sualımız eyni kütləli yüklər blokların köməyi ilə bərabər sürətlə qaldırılır. İplərin sərbəst uzuna tətbiq olunan F1 və F2 qüvvələri arasında hansı münasibət doğrudur? Tərpənməz blok hər ikisi tərpənməz blok olduğu üçün tərpənməz blok qüvvədə qazanc verir. Yəni bizim F1'imizdə eyni mg'dir. F2'miz də eyni mg'dir. Yəni cisimlərin kütlələri eyni olduğu üçün qüvvələrimiz də avtomatik bir-birinə bərabər olacaq. F1 bərabərdir F2. Doğru cavabımız A variantıdır. Növbəti sual. Bloklar sistemi köməyi ilə yükü qaldırmaq üçün ipin sərbəst ucu 0,6 metr bölü saniyə sürətlə və ipimiz 0,6 metr bölü saniyədir. Və burada bir dənə tərpənən blokumuz var. 2 dəfə qazancımız var. Aşağı hərəkət etdirir. Nə qədər müddətə 1,5 metr yüksəkliyə qaldırmaq olar. Yükün, yəni H yükü verib bizə 1,5 metr. Zamanı tapmaq üçün biz H yükü V yükə bölməliyik. Tərpənən blok olduğu üçün V yükümüz V ip bölünsün 2'dir. Yəni 0,6 bölünsün 2 edir 0,3. O da bərabərdir 1,5 bölünsün 0,3 edir 5 saniyə. Doğru cavabımız D variantıdır. Növbəti sual. Kütləsi 200 kg olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. 4 saniyə müddətində yükün potensial enerjisi 1,6 kJ artmışsa, ipin sərbəst uzun sürətini hesablayın. Bu tərpənməz blokdur və ipimiz elə V yükə bərabərdir. Yəni mən V ipi elə H yük bölünsün T düsturu ilə hesablaya bilərəm. Bizə zamanı 4 saniyə verir. Potansiyel enerjimizin düsturu isə 1,6 kJ, yəni 1600 J'dur. Bunu biz mgh yük yaza bilərik. Onda H yükümüz bərabər olar Y potansiyel bölünsün mg. Yəni 1600 bölünsün kütləmiz 200'dür vurulsun 10. Gedər, qalar bizdən ötürü 0,8. H yükü 0,8 tapdıq, zamanımız 4'dür. Onda bizim V ipimiz elə 0,8 bölünsün 4, o da deyər 0,2 metr bölünsün saniyə. Doğru cavabımız E variantıdır. Növbəti sualımız, yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 7 saniyə müddətində 2,8 metr qalxırsa yükün sürətini hesablayın. Deməli tərpənən blokdur. V yükümüz V ip bölünsün 2'dir. Biz V ipi H ip bölünsün T şəklində yaza bilərik. Bərabərdir. H ip 2,8'dir. Zaman isə 7'dir. Böyləcə bizdən ötürü 0,4 metr bölünsün saniyə. V yük də 0,4'ün yarısıdır. 0,2 metr böl saniyəyə bərabərdir. Doğru cavabımız C variantıdır. Növbəti sualımız. Yenə də diqqətlə baxsanız tərpənən blok deyir. Potansiyel enerjinin H ipdən asılılığı verilir. Mən potansiyel enerjinin düsturunu mgh yük yazaram və bizim H yükümüz H ip bölünsün 2 olur. Ona görə də düsturu biz belə də yaza bilərik. mgh ip bölünsün 2. Bizə qüvvə lazımdır, yəni F'i tapmaq lazımdır. Deyir ki, yükün potansiyel enerjisinin dəyişməsi, ipin sərbəst uzun yeri dəyişməsi modulası qraf verilmişdir. Yükün çəkisini tapın. Yəni mg'ni tapın. Onda bizim mg'miz bərabər olar 2y potansiyel bölünsün H ip. O da bərabərdir. Potansiyel 60, H ipi 4 götürəcəm. 2 vurulsun 60 bölünsün 4. O da eləyir bizdən ötürü 30 Newton. Doğru cavabımız E variantıdır. Növbəti sualımız sistem tarazlıqdadır. Sistemdə yenə bir tərpənən, bir tərpənməz blokumuz var. Tərpənən blok qüvvədə qazanc verir 2 dəfə. Tərpənməz blok isə yalnız qüvvənin istiqamətini dəyişdirir. Yəni buradakı qüvvəmiz bizdən ötürü 80 Newtondur. Onda burada 80 Newtondur. Və bizim 80 Newtonumuz bərabər olacaq MA üstəgəlsin 2 vurulsun J'nin yarısına. Çünki tərpənən blok 2 dəfə qazanc verir. Onda MA üstəgəlsin 2 vurulsun J bərabər olur 160'a.
Onda EMA üstəgəl 2 bərabərdir 16. EMA'mız da olur 14 kiloqram. Doğru cavabımız A variantıdır. Növbəti sualımız 2 blokdan aşırılmış ipin ucuna 150 qram və 200 qram kütləli yüklər asılmışdır. Bloklar arasında ipdə yaranan kütləli yükü asmaq lazımdır ki, bucaq 90 dərəcə qiymətində sistem tarazlıqda olsun. Deməli, burada bizim qüvvələrimizdən biri budur, digəri isə budur. Bax, bu iki qüvvənin əvəzləyici onların ortasından çıxandır. Bizim əvəzləyici qüvvəmiz həmən o asdığımız cismin MG-sinə bərabər olmalıdır ki, sistem tarazlıqda qalsın. Və bizim buradakı F1 və F2 qüvvələrimiz ki var, bizim həmən F1 qüvvəmiz M1J-yə bərabərdir, F2 qüvvəmiz isə M2J-yə bərabərdir. Yəni, bunlardan birini M1, birini M2 qəbul edirəm. Və bizim əvəzləyici qüvvəmiz, bu qüvvələr perpendikular yerləşdiyi üçün əvəzləyici qüvvəmiz kök altında F1-in kvadratı üstə gəlsin F2-nin kvadratı üstündən istifadə olunur. Yəni, bizim MG-miz bərabərdir kök altında M1J-nin kvadratı üstə gəlsin M2J-nin kvadratı. J-ləri ixtisar eləsək, M bərabərdir kök altında M1-in kvadratı üstə gəl M2-nin kvadratı. Bərabər kök altında 150-nin kvadratı üstə gəlsin 200-ün kvadratı. Buradan da kök çıxacaq 625 eləyir. 625-dən də kök çıxacaq 250 qram. Doğru cavabımız C variantıdır. Növbəti sual. Blokun köməyi ilə bərabər şərtlə qaldıran yükün impulsu. Yəni, yükün impulsu MV yükümüz bizdən ötürü 50-yə bərabərdir. Bir ip sərbəst ucu 5 saniyə müddətində, T bərabərdir 5 saniyə müddətində 2 metr yer dəyişməlidir. Yəni, H ipi verib bizə 2 metr. Deyir ki, yükün kütləsini tapın. Biz yükün kütləsini P bölünsün V yük yazmalıyıq. Mən buradan V ip tapa bilərəm öncə. H ip bölünsün T. Bu eləyir 0,4. Bizim V yükümüz də V ip bölünsün 2-dir. Çünki tərpənən blok 2 dəfə qazanc verir. O da 0,4 bölünsün 2 eləyir 0,2. Gətirib yerinə yazırıq. 50 bölünsün 0,2. Bu da 500 bölünsün 2 eləyir 250 kiloqram. Doğru cavabımız D variantıdır. Növbəti sualımız. Ringin tarazlıqda qalması üçün ipin sərbəst uzuna hansı F qüvvəsi təsir etmək lazımdır? Hansı F qüvvəsi təsir etmək lazımdır? Deməli, bura F-dirsə şagirdlər. Onda bura olacaq bizdən ötürü 2F. Çünki bizim 2F. Bizim buradakı qüvvənin yarısı bura. Bura avtomatik olacaq 2F. Artıq mən blokla işimi bitirdim. İndi baxırıq. 2F'in qolu neçədir? 1, 2, 3 tamadır. Yazıram 2F vurulsun 3 bərabərdir. Artıq MJ-nin qolu isə 1'dir. Yazacağım MJ vurulsun 1. Onda F'imiz bərabər olur MJ bölünsün 6'ya. O da bərabərdir. Daha doğrusu bizdən deyir ki, F qüvvəsi ilə təsir etmək lazımdır. Kütləmizi 6 kiloqram verib 60 bölünsün 6, o da eləyəcək 10 Newton. Doğru cavabımız B variantıdır. Növbəti sualımız. Şimdi burada ipdə yaranan gərilmə qüvvəsindən gedir söhbət. Tərpənməz blokdur. Tərpənməz blok bura P-dirsə, onda burada P-dir avtomatik. Bu P-dirsə, burada P-dir tərpənməz blok olduğu üçün. Onda T gərilməmiz olur 2P. Yəni, mən T gərilmənin 2P olduğunu bildim. Şimdi bura P oldu. P-nin qolu 4'dür. F ağırlığın qolu isə 2'dir. Tarazlıq şərtinə görə P vurulsun 4 bərabərdir. F ağırlıq vurulsun 2. Onda bizim F ağırlığımız bərabər olacaq 4P bölünsün 2 eləyəcək 2P. Doğru cavabımız 2P, 2P'dir. D variantıdır. Növbəti sual. Yenə də tərpənən blokumuz var. Qüvvədə 2 dəfə qazancımız var. Bloklar sistemi vasitəsilə qaldıran yükün yerə nəzərən sürəti, yəni V yükü bizə verib 0,4 metr bölünsün saniyə. Onda bizim V ipimiz 2 dəfə qazancı olduğuna görə 2V yükdür və o 2 vurulsun 0,4 eləyəcək 0,8 metr bölünsün saniyə. İndi ip aşağı hərəkət eləyir.
Yük isə yuxarı hərəkət edir. İndi bizə deyir ki, ipin sərbəst uçuşun yükə nəzərən və ipin yükə nəzərən sürəti onların sürətlərinin cəminə bərabər. Çünki əks istiqamətdə hərəkət edirlər. Bu da 0,4 üstə gəlirsə 0,8 cavabımız olur 1,2 metr bölünsün saniyə. Növbəti sualımız. Bir hamar mail müstəvi boyunca sabit sürətlə qaldırılır, sistem qüvvədən istəvə qazanc verir. Sistemin qazancı qazancların hasilidir. Tərpənən blok 2 dəfə qazanc verir. Mail müstəvi isə 1 böl sinus alfa dəfə. Yəni 1 böl sinus 30 o da eləyir 2. Onda sistemin qazancı qazancların hasilidir. 2 vur 2 4 dəfə qazanc əldə edirik. Doğru cavabımız C variantıdır. Növbəti sual. M kütləli cisim blokun köməyi ilə hamar müstəvi boyunca sabit sürətlə qaldırılır, sistem qüvvədən istəvə qazanc verir. Tərpənməz blok qazanc vermiş. Tərpənməz blok qazanc vermiş. Mail müstəvi isə yenə də 1 böl sinus alfa dəfə. Yəni 1 bölünsün sinus 30, o da 2 dəfə qazanc verir. Nəticədə sistemin qazancı olur 2 dəfə. Növbəti sualımız. Dayaq üzrə qoyulmuş 100 kg kütləli bir cins stilin tarazlıqda olması üçün F qüvvəsinin modunu hesablayın. Artıq blokun kütləsi nəzərə alındığına görə blokun tən ortasından nə çəkəcək? mg ağırlıq qüvvəsi çəkəcək. Blokun ümumi uzunluğu 100 cm-dir. Yəni demək ki 50 cm düşəcək. Bura olacaq 50 cm, onda bu hissədə olacaq 50 cm. İndi onda F-ə 25 düşübsə ağırlığa da 25 düşəcək. Ona görə yazacağıq F vur 25 bərabərdir mg vur 25. Onda bizim F-imiz elə bərabər olar mg-yə. O da bərabərdir 100 vurulsun 10 eləyir 1000 newton və yaxud da 1 kilonewton. Növbəti sualımız. Bir cins stilin kütləsi 60 kg-dır və sistem tarazlıqdadır. F qüvvəsinin qiymətini hesablayın. Yenə də bizim buradakı qüvvəmiz F-dirsə, onda bura bizdən ötürü 2F-dir. Niyə 2F-dir? Çünki tərpənən blok olduğuna görə 2 dəfə qazancımız var. Artıq 2F-in qolunu sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 2F-in qolu olur 10. 2F vurulsun 10 bərabərdir. mg isə 5 damaya düşür. 1, 2, 3, 4, 5. 5 damaya düşür. Onda mg'nin də qolu olur 5. Onda bizim F'imiz bərabər olur 5 mg bölünsün 20. O da bərabərdir. 5 vurulsun 60 vurulsun 10 bölünsün 20. Bu da eləyir bizdən ötürü 15 yox 150 newton. Doğru cavabımız 150 newtondur. Növbəti sualımız. Bir böyük blokun radiusu, gəlin o radiusu qeyd edək. Böyük blokun radiusu budur. Kiçik blokun radiusundan 3 dəfə böyükdür. Yəni kiçik blokun radiusunu R qəbul edirəmsə, onda böyük blokun radiusu 3R'dir. Yəni bizdən ötürü F'in qolu olur 3R, F vurulsun 3R bərabər olur. mg'nin qolu isə olur balaca. Yəni R. Bizə nə lazım idi? M-i tapmaq. M-imiz də bərabərdir. R-lər ixtisar olunar. M-imiz də bərabərdir. 3F bölünsün J. O da bərabərdir. 3 vurulsun 100 bölünsün 10. O da eləyəcək 30 newton. Doğru, daha doğrusu 30 kilogram. Doğru cavabımız 30'dur. Növbəti sualımız. Yenə də ağırlıq qüvvəsi tən ortaya tətbiq olunacaq. Çubuğun çəkisi var 10 kiloqramdır. Kütləsi daha doğrusu o dayaq üzərində üfüqi vəziyyətdə tarazlıqdadır. Yayda yanan elastik qüvvəsi. Elastik qüvvəmiz buradadır. Elastik qüvvəsinin qolu 2'dir. AMG-nin qolu 1'dir. Yazacağım. F elastiklik vurulsun 2 bərabərdir mg vur 1. Onda bizim elastiklik qüvvəmiz mg böl 2 olur. Bərabərdir. Mg'miz 100'dür. Bölünsün 2. Elastiklik qüvvəsi olacaq 50 newton. Növbəti sualımız. Burada isə bax bura M1J-dirsə, onda bura
M1J-nin yarısıdır. Onda M1J-nin qolu neçə dama olur? 1, 2, 3, 4 dama. Yazıram. M1J bölünsün 2 vurulsun 4 bərabərdir. M2J-nin də qolu olur 3. Yazıram. M2J vurulsun 3. İkilər ixtisar olunar. 2M1J bərabərdir 3M2J-yə. Bizə M2-ni verib, bizdən M1 kütləsini hesablayır. M1 də bərabərdir J-lər ixtisar olunar. 3M2 bölünsün 2. O da bərabərdir 3 vurulsun 8 bölünsün 2 eləyər 12 kiloqram. Doğru cavabımız 12 kiloqramdır. Sonra gəldik 28-ci sualımıza. Deməli, şagirdlər, burada çubuğun ən kəsin sahəsini S qəbul edirəm, uzunluğunu L qəbul edirəm. Bizim F'imiz nəyə bərabər olmalıdır? MJ bölünsün 2-yə bərabər olmalıdır. Bizə deyir ki, tərpənən blok vasitəsilə ipin sərbəst ucuna 80 Newton qüvvət tətbiq etmək lazım. O uzunluğu L olan bir cins çubuq sabit sürətlə şaquli yuxarı qaldırır. Çubuğun uzunluğunun 4-dən 3 hissəsini kəsib çıxardıqda ipin sərbəst ucu hansı qüvvəni tətbiq etmək lazımdır? Çubuq sabit sürətlə yuxarı qalxsın. Demək ki, F'imiz əvvəlcə MJ bölünsün 2-dir. Onda bizim MJ'miz 2F-ə bərabərdir. Bu da 2 vurulsun 80 eləyəcək 160 Newton. Yəni, cismin kütləsi başlanğıcında neçə kiloqramdır? 16 kiloqramdır. İndi çubuğun uzunluğunu kəsdik. Kütlənin düsturunu mən ρV yazacağım. Bircə çubuq olduğuna görə ρ sabitdir. V-nin də yerinə S vur L yazacağım. Yəni, bizim kütləmiz L ilə düz asılıdır. İndi biz L-in 4-dən 3-ünü kəsib götürdük. Onda qaldı L böl 4. İndi mən uzunluğu 4 dəfə azaltdığıma görə kütlə nə edəcək? 4 dəfə azalacaq. Kəsdikdən sonra M iştiriximiz bərabər olacaq. M böl 4. O da 16 bölünsün 4 eləyəcək 4 kiloqram. İndi biz F qüvvəsi tətbiq edirik. Yəni də tərpənən blok vasitəsi ilə qaldırırıq. Onda bizim F'imiz M iştirix J-nin yarısına bərabər olmalıdır. O da 4 vurulsun 10 bölünsün 2 eləyər 20 Newton. Doğru cavabımız 20 Newtondur. Növbəti sualımız uzunluğu 4M, 4 metr, kütləsi 20 kiloqram olan bir cins link 400 növ qüvvə tətbiq edilərək tarazlıqda saxlanılır. Dayaqdan 1 metr məsafədə asılmış A cisminin kütləsini hesablayın. Deməli, kütləmiz var. Buranın uzunluğunu, çubuğun uzunluğunu L qəbul edirəm. Onda çubuğun tən ortasına MJ qüvvəsi tətbiq olunacaq. Yəni, MJ-nin qolu olacaq L böl 2. A isə dayaqdan neçə metr məsafədədir? 1 metr məsafədədir. Yəni, bu məsafəmiz 1 metrdir bizdən ötürü. Çubuğun uzunluğu ümumi 4 metrdir. Onda MJ-nin qolu olacaq 2 metr. Məsələn, bizə deyir ki, bizdən nə istəyir? Tətbiq edilərək dayaqdan asılmış A cisminin kütləsini hesablayın. Deməli, MJ-nin qolu oldu 2. Bunu silək. MJ vur. Neçə metr oldu? 4 metrin yarısı oldu 2 metr. MJ vur 2. Üstə gəlilsin. MA vurulsun, J vurulsun 1. Bərabər olmalıdır. F vurulsun 4-ə. Çünki F-in qolu ümumi çubuğun uzunluğudur. F vurulsun 4. Mənə lazımdır MA J-ni tapmaq. MA J bərabərdir. 4F çıxılsın 2MJ bərabərdir. 4 vurulsun. F'imiz 400 Newtondur. Çıxılsın. Kütləmiz də 20 kiloqramdır. 2-yə də vursaq 400 Newton eləyəcək. O da bərabərdir. 1600 çıxılsın 400. Eləyəcək 1200 Newton. Onda bizim MA-mız bərabər olacaq 1200 bölünsün 10. O da eləyəcək 120 kiloqram. Doğru cavabımız 120 kiloqramdır. Növbəti sualımız. Uzanmayan çəksiz ipdən asılmış cisimlərin sükunət vəziyyətinə sərbəst buraxdıqda kütləsi M1 kiloqram olan cisim 2 metr aşağı indikdə sürəti 4 metr bölünmüş saniyə olmuşdursa, ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Deməli, o sükunət vəziyyətindən hərəkətə başladığına görə bizim sürətin düsturunu
cisim 2 metr aşağı inir. Deməli, kök altında 2AS düsturuna əsasən mən A-nı tapa bilərəm. V kvadratı bölünsün 2S. O da bərabərdir. V-miz 4-dür, kvadrat 16-dır. Bölünsün 2 vurulsun, S-miz də 2-dir. Bu eləyəcək 4 metr bölünsün saniyə kvadrat. Demək ki, bizim ipimiz, indi biləyik, məsələn, tam oxuyaq. Uzanmayan çəkisiz ipdən asılmış cisimdən sükunət vəziyyətinə sərbəst buraxdıqda kütləsi 1 kiloqram olan cisim 2 metr aşağı indikdə. Yəni, bu cisim aşağı doğru hərəkət edir. Yəni, 1 kiloqram kütləli cisimimiz aşağı A təcilindən hərəkət edir. Onda ipdə yaranan gərilmə qüvvəsi, T gərilməmiz, buradakı cismin çəkisinə bərabər olmalıdır. Yəni, M1 vurulsun, J minus A-ya bərabər olmalıdır. Bu da 1 kiloqram vurulsun, 10 çıxılsın 4. O da eləyər bizdən ötürü 6 Newton. Doğru cavabımız olacaq 6 Newton. Növbəti sualımız. Kütləsi 2 kiloqram olan bir cins çubuğun bir tərəfindən 2 kiloqram kütləli cisim, digər tərəfindən isə A cismi asılmışdır. Sistem tarazlıqdadır. A cismin çəkisini və T gərilmə qüvvəsini hesablayın. Əvvəlcə A cisminin qoluna baxacaq. A cismin qolu 2-dir. 2 kiloqram kütləli cismin qolu isə 1, 2, 3, 4, 5, 6, 6-dır. Burada bölgəyə bərabərdir. Kütləsi 2 kiloqrama bir cins çubuqdan gedir söhbət. Çubuğun ümumi uzunluğu 3, 6, 10'dur. Demək ki, 5 damadan da ağırlıq təsir edəcək. Buradan da ağırlıq qüvvəsi təsir edəcək. Ağırlıq qüvvəsinə qol olacaq 2. İndi gəlin qüvvələrimizə baxaq. 2 kiloqram kütləli cismin qüvvəsi 20-dir, qolu 6-dır. Üstə gəlinsin. Çubuğun kütləsi 2 kiloqramdır, 20 eləyir. Qolu isə 2 metr, 2'dir. Vururuq 2'yə. Bərabərdir. MA vurulsun, J vurulsun 2. Buradan 2MAJ bərabər olacaq. 120 üstə gəlilsin 40. Bu eləcək 160 Newton. Onda MAJ-miz bərabər olacaq 160 bölü 2 eləyəcək 80 Newton. İndi gəldik ki, T gərilmə qüvvəsinə. T gərilmə qüvvəsi isə həm 2 kiloqram kütləli M1 yazaq buna. Gəlin buna M1 deyək, qarışdırmayaq deyə. Bu olsun M1, bu olsun M2. T gəlməmiz həm M1J, üstə gəlinsin çubuğun kütləsi MJ, çəkisi MJ, üstə gəlinsin MAJ. Vəssalam, bərabərdir. M1J'miz 20'dir, üstə gəlinsin çubuğun ağırlığı 20'dir. Üstə gəlinsin MA-nı da neçə tapdıq? 80 tapdıq. Olacaq 120 Newton. Gərilmə qüvvəmizin qiyməti. T gərilməmiz 120 Newtondur. MAJ-miz isə bərabərdir 80 Newtona. Doğru cavablarımız bunlardan ibarətdir. Diqqətinizə görə təşəkkür edirəm. Kanalımıza abunə olmağı unutmayın. Rəy bölməsində hansı mövzulardan sualların gəlməyini istəyirsinizsə qeyd edə bilərsiniz. Sağ olun, təşəkkürlər.